Heç kiməsə ilk baxışdan inanırsınız? Bəs 10 saniyəyə bir insanın kim olduğunu anlaya biləcəyinizi bilirdinizmi? Araşdırmalara görə beynimiz insanları cəmi bir neçə saniyə ərzində analiz edib onlarla bağlı qərar çıxarır. Sizcə xarakteri oxumaq üçün ən vacib ipucu nədir? Bugünkü videomuzun mövzusu 10 saniyəyə insan xarakterini necə oxumaq olar bu haqqdadır. Eyni zamanda bir şey də qeyd edim ki, dediyim və verdiyim məlumatlar psixologiya tərəfindən təsdiq edilmiş psixoloji sirlərdir. Videoyu bəyənsəniz kanala abunə olub şərh yazmağı və bildirimləri açmağı unutmayın. Keçid edək videomuza. İlk öncə bədən dili analizi haqqında məlumat vermək istəyirəm. 3 hissəyə bölürük bədən dili analizini: durum və jestlər, göz kontaktı və əllərin rolu. Durum və jestlərdə açıq bədən dilində bu o deməkdir ki, qarşıdakı insan güvəndədir. Qapalı bədən dilində utancaqlıq və ya nə isə gizlətmə müşahidə edilir. İkinci, göz kontaktı. Daimi göz kontaktı səmimiyyət və güvən ifadə edir. Əgər qarşınızdakı sizinlə danışan zaman daimi göz kontaktı qurursa, deməli o insan sizə qarşı səmimiyyət və güvən hiss edir. Əgər həmin insan çox az və ya çox intensiv göz kontaktı qurursa, həmin insan biraz qeyri-səmimilik müşahidə edir söhbətdə. Üçüncü, əllərin rolu. Əgər qarşıdakı söhbət zamanı əl və qollarını danışığına uyğun olmayan tərzdə hərəkət etdirirsə, yəni əl hərəkətləri danışıqla uyğun gəlmirsə, bu zaman yalan ehtimalı artır. Səs tonu və danışıq üslubunda 3 əsas mövqeyə diqqət yetirməliyik: sürət, danışıq tərzi və tonalıq. Ton deyəndə dərin və ya sakit səs güvən və liderlik hissini bildirir. Titrək və ya sürətli səs həyəcan və ya qeyri-sabitlik bildirir. Əgər qarşıdakı insanla söhbət edərsəniz, qarşınızdakı insan sürətli və ya titrək səslə danışırsa, həmin insanın həyəcanlı və ya qeyri-sabit olduğunu dərk edə bilərsiniz. Eyni zamanda görərsiniz. Əgər qarşıdakı dərin və sakit səs tonu ilə danışırsa, həmin insanın özgüvənli, lider ruhlu olduğunu, eyni zamanda sizin yanınızda özünü güvənli hiss etdiyini müşahidə edə bilərsiniz. Üçüncü olaraq danışıq tərzi. Pozitiv və enerjili danışan bir insanın açıq xarakterli olduğunu görə bilərsiniz. Yəni ki, bu insan nə isə gizlətməyi sevmir. Pessimist danışan insanın negativ olduğunu görə bilərsiniz. Bir insan pessimist danışırsa, deməli o insanın negativ baxışı çoxdur. Üçüncü olaraq gəlmək istəyirəm mikro ifadələrə. Yəni gerçək emosiyaları necə görmək olar? Qarşınızdakı insanla söhbət edən zaman bu insanın saxta gülüşü olub-olmadığını necə bilmək olar? Saxta gülüş və həqiqi gülüş arasında bir incə məqam var ki, göz ətrafı sıxılır. Yəni həqiqi gülüşdə göz ətrafında sıxılmalar müşahidə edilir. Nəticə olaraq saxta mı, yoxsa həqiqi mi gülüş olduğunu bu şəkildə anlaya bilərsiniz. İkinci olaraq qeyri-ixtiyari reaksiyalar. Kimsə sualdan yayınıbsa və yaxud da ki, qeyri-təbii hərəkətlər edirsə, nəsə gizlədir. Yəni söhbət əsnasında qeyri-təbii hərəkətlər edirsə, bu insanın nəsə gizlətdiyini müşahidə edə bilərsiniz. Üçüncü olaraq sürətli üz ifadələri. Gerçək duyğular bir anlıq üzə çıxır. Yəni bir insan sürətli üz ifadələri edirsə, gülürsə, dilini çıxarırsa və yaxud da ki, gözünü qırpırsa, bir müddət sonra gerçək duyğuları bir anlıq üzə çıxır. İnsan xarakterini sürətli anlamaq üçün sizlərə psixoloji testlər deyirəm. Testimizin birincisi hənd testidir, yəni ki, əl testi. Bir insanın qarşınızdakı insandan əlini açmasını xahiş edirsiniz. Bu insan əlini əgər yuxarı istiqamətdə açırsa, həmin insanın sosial və açıq insan olduğunu müşahidə edərsiniz. Əgər insan əlini aşağı istiqamətdə açırsa, o zaman həmin insanın daha qapalı və ehtiyatlı olduğunu görə bilərsiniz. İkinci, görüş testi. Bir insanla qarşılaşan zaman ona əl uzadaraq salam verərkən, həmin insan əgər sıx əl sıxırsa, yəni əlinizi biraz bərk sıxırsa, o zaman həmin insan dominantdır və özünə inamlıdır. Əgər insan zəif şəkildə əl sıxırsa, həmin insanın özünə inamı zəifdir. Üçüncü, duruş testi. Bir insan əgər dik dayanırsa, həmin insan böyük ehtimalla güvənlidir. Əgər bir insan çiyinlərini aşağı vəziyyətdə salıb dayanırsa, o zaman həmin insan stressli və utancaqdır. İnsanları anlamaq bir bacarıqdır və bunu inkişaf etdirmək mümkündür. Xarakteri oxumaq üçün bədən dili, səs tonu, mikroifadələr və kiçik testlərdən danışdım və sizlərə bunları izah etməyə çalışdım. İndi siz də ətrafınızdakı insanları analiz etməyə çalışın. Sizcə bu metodlar doğrudur?
Bu metodlara öz fikrinizi də bildirməyinizi istəyirəm. Şərhlərdə fikrinizi yazın. Videonu bəyəndinizsə kanala abunə olmağı, like atmağı, yorum yazmağı unutmayın.